Salam dəyərli tamaşaçılar, xoş gördük sizləri. Sizin səhət efirdədir. Bunu da nəzərinizə çatdırım ki, əgər bizimlə əlaqə saxlamaq istəyirsinizsə 510-3806 nömrələri ilə əlaqə saxlayın. Mövzumuza keçid almamışdan öncə Yuvan Mobilyaya dərin təşəkkürlərimi bildirirəm. Yuvan Mobilya sizləri düşünərək tək şəxsiyyət vəsiqəsi ilə zaminsiz və ilkin ödənişsiz kredit şərtləri elan edib. Belə ki, Yuvan Mobilyanın istənilən filiallarına yaxınlaşaraq tək şəxsiyyət vəsiqəsi ilə istədiyiniz mebelə sahib ola bilərsiniz. Təşəkkürlər Yuvan Mobilya. İndi isə mövzumuza keçid alaq. Mövzumuz son illərin qlobal problem halını artıq alıb. Bu qadın sonsuzluğu və yarımçıq qalan hamiləliklərlə bağlıdır. Qonağımız isə Ömür Klinikasının direktoru, tibb elmləri namizədi, həkim-ginekoloq, ultrases mütəxəssisi Gülnarə Sultanqızıdır. Salam Gülnarə xanım. Salam, xoş gəldiniz. Necəsiz? Sağ olun, yaxşı olasınız. Gülnarə xanım, biraz istəyirdim bu sonsuzluq haqqında danışaq. Sonsuzluq və yarımçıq qalan hamiləlik nə deməkdir və bunun səbəbləri nədir? Biraz bu barədə danışaq. Çox sağ olun Qəmər xanım, dəvətinizə görə təşəkkür edirəm ki, bu günləri və daimi demək olar ki, həyat nə qədər var, sonsuzluq problemi var. Yəni bu problem aktual bir problemdir. Hər evlənən cütlüyün birgə həyat dövründə, yəni nikah dövründə yaşayırlarsa və bir ildən artıq orada hamiləlik baş vermirsə, yəni hamiləlikdən qorunmamaq məqsədi ilə deyirəm, hamiləlik baş vermirsə, bu sonsuzluq adlanır və bu günləri qurulan ailənin hər 6 nəfərdən bir ailəsində, birində bu problemlər çox təəssüflər olsun ki, var. Yəni bu eləcə də Azərbaycan Respublikasında var, eləcə də Amerika ölkəsində də, başqa ölkələrində, Avropada da var, Şərqdə də, Qərbdə də. Demək olar ki, bu heç kəs bundan sığortalanmayıb, heç kəs bunu deyə bilməz ki, mən ailə quran kimi hamilə olacağam və yaxud da ki, elə bir qız uşaqları vaxtında və yaxud da gənc oğlanlar düşünməsinlər ki, bugün məndə hər şey sap-sağlamdır, ailə qursam hamiləlik baş verəcək. Yəni ona görə də biz artıq bu dövlət proqramı tətbiq elədilər ki, evlənməmişdən qabaq ailələr nikahdan öncə heç olmasa minimum müayinə proqraması təyin olunsun. Müayinə olunsunlar, heç olmasa bəzi primitiv, yəni gələcəkdə xromosom xəstəliklərini demirəm, bəzi talasemiya xəstəliyini, bəzən digər infeksiyon xəstəlikləri, virus xəstəlikləri heç olmasa öz əksini bu günlər görürsə, müalicəsini də tətbiq eləmək mümkün olsun. Yəni nikahdan öncə. Amma elə faktorlar var ki, onlar qaçılmazdır, ailə qururlar, bəzən gizlədirlər, bəzən bunları heç yoxlamadan, müayinə eləmədən özü bildiyi bəzi infeksiyon xəstəliklər, bəzən endokrin xəstəliklər, ekstragenital xəstəliklərin bir qismi nəticədə ailədə sonsuzluq baş verir. Sonsuzluq bildiyimiz kimi, yəni dəfələrlə danışılır, mən və digər həkimlər, dünya alimləri, dünya həkimləri sonsuzluğu müxtəlif cürə müayinələr və müxtəlif müalicələr edirlər. Hərə öz metodikasında hansı deməli effektləri görübsə və araşdırmanı düzgün təhlil edibsə, onu düzgün nəticə çıxarıbsa, düzgün müalicələr edibsə, o praktikadan yararlanır. Ömür Klinikası olaraq artıq biz 14 ildən artıq da demək olar ki, mən özüm ixtisasca akuşer-ginekoloq olub, eyni zamanda ultrases həkimiyəm və uzun deməli müalicələr nəticəsində özlərinin də bir effekt görməyən xəstələr müraciət edirlər. Yəni fərqli bir müalicələr istəyirlər və bizdə Ömür Klinikası olaraq, yeni deyirəm, qadın-kişi sonsuzluq mərkəzi fəaliyyət göstərir və burada həm qadın, həm kişi ayrı-ayrılıqda deməli fərqli surətdə yoxlanılır. Fərqli müayinə, fərqli müalicə proqramı, fərqli fərdi müalicə proqramı. Bu nə deməkdir? Yəni hər bir xəstəyə istəyir qadın müraciət eləsin, istəyir kişi, təbii ki, ailə cütlüyünü düzgün təhlil edib araşdıranda artıq anamnestik məlumatdan əsasən və ilk müayinə proqraması təbii ki, anamnez düzgün doldurulmuş, toplanmış analiz və ondan sonraki anamnezə uyğun olaraq müayinə proqramı tətbiq olunur. Müayinə proqramında qadınlarda, yəni gənc xanımlarda təbii ki, sonsuzluğa səbəb olan təkcə bir uşaqlıq, 2 yumurtalıq faktorunu biz nəzərə almasaq, digər anamnestik məlumatdan əsasən hansı xəstəliklər keçirib,
gəlib, anamnez morbi, anamnez vitae yəni təyin edəndən sonra hansı xəstəliklər keçib onları araşdırmaq lazımdır. Bu xəstəliklərdən ən çox məsələn yeniyetməlik dövründə keçirilmiş bəzi infeksion xəstəliklər, yeniyetməlik dövründə keçirilmiş, yəni cinsi yetişkənlik dövründə keçirilmiş polikistoz xəstəliyi, sonra kiçik çanaqda olan bəzi operativ müdaxilələr, bu müdaxilələrə aiddir. Bizim məsələn apendektomiya, sidik hissəsinin iltihabı prosesi, yoğun bağırsaqda olan kolit prosesləri, yoğun bağırsaq, yəni qəbizlik, sonra bəzi durğunluqlar, yəni parametriyada olan durğunluqlar, qan dövranının yaxşı hərəkət eləməməsi, bəzi travmalar, məsələn avtomobil qəzasından sonra qarın boşluğunda və yaxud da ki, hər hansı bir travmadan sonra yaranmış xəstəliklər deyəndə oradakı olan bitişmə xəstəlikləri, onurğada problemlər, skolyozu olan qız uşaqlarında gələcəkdə bunlarda həm yumurtaqların disfunksiyası ola bilər, həm də ki, deməli, kiçik çanaqda bir durğunluq prosesi verə bilər. Eyni zamanda bitişmə xəstəliyi, yəni spayçını bolizm daha çox bunlar xəstələr üçün daha çox bu söz, termin məlumdur. Ona görə spayçını bolizm deyəndə daha yaxşı bilirlər bitişmə xəstəliyindən eyni bir söz olmasına baxmayaraq. Mən indi sizin üçün belə diferensiyasiya edirəm. Bax, bunlar hamısı boru peritoneal faktor. Yəni, hər hansı əməliyyatdan sonra və yaxud da iltihabı proses keçirəndən sonra boru peritoneal faktor, yəni borunun bağlanması hal-hazırda bir 37-40% hamiləlik baş tutmasına səbəb olur. Biz söylədik ki, məsələn, birincili sonsuzluq, heç vaxt hamilə olmamağa birincili sonsuzluq, eyni zamanda daha çox müraciət olunan ikincili sonsuzluq olur. İkincili sonsuzluq nə deməkdir? Yəni, qadın nə vaxtsa hamilə olur, bir uşaq dünyaya gətirir, ikinci uşağı növbəti dəfə artıq istəyir hamilə olmaq, hamilə ola bilmir. Və yaxud da ki, birinci hamiləlik inkişafdan qalır, erkən müddətli inkişafdan qalır, sonra hamiləlik baş tutmur və yaxud da ki, hamiləlik inkişaf eləyir, doğuş vaxtı ölü döl olur və yaxud da ki, bir dəfə hamilə olur, uşaq yaşamır, hər hansı bir xəstəlikdən dünyasını dəyişir, sonra ikinci dəfə hamilə olmaq istəyir, hamiləlik olmur. Eləcə də bunu kişilərə də şamil eləmək olur. Yəni, kişilərdə də birincili sonsuzluq, ikincili sonsuzluq ola bilər. Ola bilsin ki, kişi bir dəfə bir yaşayış dövründə bir dəfə hamiləlik baş verdi, yəni onun spermatozoidlərində heç bir problem olmadı. İkinci dəfə müəyyən perioddan sonra hər hansı bir xəstəlik nəticəsində hamiləlik baş tutmur və onda paralel olaraq əks cinsin, yəni qadından başqa kişini də müayinə edəndə görürük ki, orada artıq aktivlik aşağı düşüb və yaxud da ki, xəyalarda doplerografiya nəticəsində məlum olur ki, varikosiya ilə deyilən belə bir xəstəlik var. Yəni, damar genişlənməsi el dilində desək və bunun da müalicəsi var. Bu günləri müalicəsi olmayan xəstəlik yoxdur. Elə bir dövrdə yaşayırıq ki, gözəl müayinələr və gözəl laboratoriya müayinələri, hətta hüceyrə səviyyəsində həqiqi araşdırma. Hal-hazırda çox deyirlər, çox mən televiziya verişlərində artıq bilirsiniz ki, özəl sektorlar vüsət alan vaxtdan ilk televiziya verişinin həkim qonağı olmuşam. Bütün kanallarda yəqin siz də görübsünüz, istər radioda, istəyir digər media sahəsində, eləcə də televiziyada. Həmişə, məsələn, çoxlu məqalələrim çıxıb bu barədə, çoxlu araşdırmalar aparırıq. Bilirsiniz, standarta uyğun filan bunları çox danışmaq yox, göstərmək lazımdır. Bilirsiniz, xəstəni düzgün müayinə eləndə, düzgün müayinə olanda diaqnozu, əsas diaqnozu düzgün qoyanda həqiqi mənada da düzgün müalicə aparılır. O xəstə narazı qala bilər ki, həkimdən onun müayinəsi düzgün olmasın. O xəstə narazı qala bilər ki, effekt görməz ki, o müalicəni sona qədər aparmasın. Biz ömür klinikası olaraq həmişə xəstəyə yanaşanda tək öndə söylədiyim kimi bir uşaqlıq, 2 yumurtalığa yanaşmaq yox. Bütün vahid orqanizmi araşdırmağa başlayırıq. Əgər xəstə 15 illərlə 20 illərlə sonsuzluq olub və ömür klinikasında müalicə olub, hamilə qalan xəstələrimiz var, saysız hesabsız. Deməli, bu xəstənin özünün biz ona düzgün müdaxilə eləmişik. Yəni, əməliyyatsız və xəstəni düzgün təhlil eləməklə xəstə əgər həkim deyəni normal surətdə qəbul edib, həkimin araşdırması, təhlilini düzgün qavrayırsa və ona biz istiqamət veririk ki, səndə bu diaqnozdur və bu diaqnoza uyğun
xüsusi bir unikal müalicələrimiz var. Onları həyata keçirirsə, sona qədər bir kursla, 2 kursla, elə xəstə var 3-4 kurs müalicə olunur. Yəni təbii ki, onun faktordan asılı, sonsuzluğu yaradan faktordan asılı olaraq hansı müayinələr etmək lazımdır, hansı müalicəni etmək lazımdır. Onları əməl edirsə, həmin xəstə hamilə olur və hamiləlik də başa çatır. Biz çalışmalıyıq ki, xəstənin əvvəla həkim Allah deyil, uşağı həkim vermir. Həkim qarşısına çıxan patologiyanı çözür. Həkim qarşısına çıxan problemi aradan qaldırır, hamiləlik özü baş verir. Xəstələr müraciət edirlər, bilirsiniz ki, sonsuzluqla müraciət edən xəstələrin valideynləri çox gəlir, nə bilim, baldızı gəlir, qaynatası gəlir, öz anası gəlir, müxtəlif. Yəni, bütün ailə üzvləri hamısı narahat olur və bu narahatçılığa görə həkimə üst tuturlar və sonda da həkimdən soruşurlar ki, həkim, garanti verirsiniz, bizim uşağımız olacaq. Əvvəla, həkim heç vaxt söz vermir. Həkim heç vaxt zəmanət vermir. O həkim ki, söz verir, o həkim deyil. Həkim qarşıya çıxan problemi çözür. Mən qədim həmişə söylürəm, buna söz gəlmişkən deyim, bizim çox böyük alimimiz Proqovdan soruşurlar ki, bir dəfə soruşurlar ki, ən çətin əməliyyat hansıdır? Deyir ki, apendektomiya. Deyir, bəs ən asan əməliyyat hansıdır? Deyir, o da apendektomiya. Yəni, apendisin çıxarılması bu deməkdir. Xəstənin hətta barmağında bir furunkul çıxsa, onu da həkim deyə bilməz ki, mən 100% zəmanət verəcəm. Yəni, xəstəyə müdaxilə eləmək, təkcə əməliyyat nəticəsində yox, xəstədə araşdırma aparırsan, hər hansı bir müalicəni eləyirsən, elə bunların hamısı müdaxilədir. Biri var operativ müdaxilə, biri də var konservativ müdaxilə. Biz konservativ müdaxilə ilə məşğul oluruq. Təbii ki, mən özüm ixtisasca ginekoloq və cərraham, amma yenə də çalışırıq ki, xəstəyə operativ müdaxilədən sonra operativ müdaxiləyə çatmasın. Əgər o xəstəyə ki, artıq orada mütləq göstərişdir operativ müdaxilə, biz ona konservativ müdaxilə eləyə bilmərik. Ona görə ki, xəstədə hər hansı bir problem varsa, onu əvvəla ibtidaidən aliyə doğru getmək lazımdır. Onu konservativ yolla həyata keçirmək, sonra lazım olsa operativ müdaxilə eləmək olar. Doktor, indi isə studiyamızda telefon zəngi var. Alo. Alo, salam xanım. Salam xanım. Mənim həkimə sualım var. Buyurun. Həkim, salam. Mən də həkimlər getmişdim xəstəxanalara. Dedilər ki, sizdə anevrizmiya var, uşaqlığın sağ tərəfində. 3 ildə evliyəm, uşağım olmur. Anevrizma? Onu mənə səbəb görüblər. Ondan, bəli, sağ tərəfdə anevrizmiya. Aha, bəs siz bunu Doppler müayinəsi nəticəsində təyin elədilər. Sonra bəs operativ müdaxilə təyin eləyiblər sizə? Yox, 1-2 kurs müalicə yazdılar da ondan da heç nə. Dedilər, mümkünü yoxdur, elə qaldı elə. Yox. Yoldaşımda da 2-ci dərəcəli varikosilə var. Varikoz genişlənməsi var. Onu əməliyyat deyiblər. Bunun müalicələri varmı? Bəli, var. Sizin neçə yaşınız? Yox, ona da müalicə yazdılar. Neçə yaşınız var? 30. 30 yaşınız var. Neçə ildə ailəlisiniz? Ben 3 ildə evliyim. 3 ildə evlisiniz. Sonra hansı müayinələr aparmısınız? Uşaqlığın Dopplerlə başqa, damarlarda olan problemlə başqa. Ayrı hansı müayinələr aparıbsınız? Başqa müalicələr ancaq təbii yollarla tamponlar elədilər. Düyün yoxdur uşaqlıqda? Başqa iynə dərmə heç eləmə. Uşaqlıqda düyünlər yoxdur? Yox, heç nə yoxdur. Ancaq onu göstərdilər ki, anevrizmiya var. Aha, anevrizma yoxsa bir başqa nə dediniz? Başqa bir nəsə dediniz? Bir də yoldaşımda dedim, 2-ci dərəcə varikosilə. Siz ultrasəs müayinəsinin cavabı var yanınızda? Yox, burada yoxdur. Nə yazıb? Posta gördüm, sizdən gəlir. Hə, yəni nə yazıblar? Yəqin ki, əzbərə bilərsiniz öz müayinənizin cavabını. Bəli, o yazmışlar ki, sağ tərəfdə damar genişlənməsi və anevrizmiya qoydular adını. Belə mümküniyyəti ola bilərmi ki, sağ tərəfdə anevrizmiya olur? Təbii ola bilər. Aha, dinləyin bir qədər. Aha, təşəkkürlər. Bugünkü bilirsiniz ki, mən özüm eyni zamanda Onu vurğulayacaqdım. Hə, ultrasəs həkimiyəm. Yəni ixtisasca ginekoloqam, sadəcə olaraq ultrasəs. Azərbaycanda bunu ilk olaraq siz eləmisiniz, səhv eləmirəmsə, ginekoloq və ultrasəs həkimi. Bəli, ginekoloq ultrasəs müayinə həkimi ilk dəfə respublikada bunu Azərbaycanda
olaraq mən yəni bu fəaliyyətə başlamışam. Eyni zamanda mənim ultrasəsdə haqqında Azərbaycanda ilk dəfə o kitabın da müəllifi mənəm. Bilirsiniz, uşaqlığın Dopleri deyəndə bəzən Doppler müayinəsi, Doppler alimin adıdır. Yəni damarlarda qanın sürət axını təyini bu təkcə hamilələrdə tətbiq olunmur, eyni zamanda uşaqlıqda da tətbiq olunur. Yəni uşaqlığın damarlarına həmişə mən baxanda deyirəm ki, uşaqlıqda damar genişlənməsi var. Uşaqlıqda damar şəkli güclənmişdir. Parametriyada güclü varikoz genişlənmə var. Bu nə deməkdir? Yəni damarlar o qədər durğundur. Sanki bir qadının ayağında görürsünüz ki, qadında ya və yaxud da kişidə ən çox qadınların ayağı açıq olur deyin, onu daha çox görmək olur. Varikoz genişlənmə, baldır nahiyəsində varikoz genişlənmə. Həmin varikoz genişlənmə eyni zamanda uşaqlıqda da var. Yəni uşaqlıqda da ola bilər. Hamıda yoxdur. Məsələn, doğuşdan sonra və yaxud da abortdan sonra xəstəyə baxırsan ki, damarlar genişlənib, parametriyada durğunluq var. Amma görürsən ki, ultrasəsə müayinəsində görürsən, ultrasəs müayinəsi eləyəndə kəskin damar şəkli güclənmişdir. Sanki uşaqlıq bir tor şəklindədir. Elə bir ki, setka deyil, setka kimi, tor kimi damarlar kəskin güclənmə. Orada hamiləlik implantasiya gedə bilmir. O, hamiləlik qalmamağa səbəb olan faktor deyil. Sadəcə olaraq orada heç bu qadın hamilə qalmayıb ki, bilsin ki, səbəb odur. Biz belə xəstələrə fizioterapevtik müalicə edirik. Ən çox hansı müalicələri? Uşaqlıq yoluna darsanval müalicəsi təyin edirik. Lazer müalicəsi, lazer terapiya müalicəsi və çox unikal müalicələr olar. Yenə də bunu respublikada ilk dəfə ömür klinikası olaraq uşaqlığın tağlarına, xüsusi nöqtələrə zəli terapiyası, yəni hirodoterapiyanın qoyulması. Bizim elə xəstələrimiz olub ki, həm bitişmə xəstəliyi olub, həm uşaqlıqda belə damar genişlənməsi olan xəstələrin hamısında yeganə müalicə üsulu demək olar ki, fizioterapevtik müalicələrlə paralel olaraq zəli terapiyasına müalicə eləmişik və effektlərimiz də var. Hətta bizim bir xəstəmiz olmuşdu bu yaxından, 46 yaşında heç vaxt hamilə olmayıb, sağ tərəfli tubektomiya olub, yəni boruda irinli proses olub, yumurtalığın çıxarılması olub və apendektomiyadan sonraki orada peritonit olub və bütün qarın boşluğu bitişmə idi, çapıqlar idi qarın boşluğu. O xəstə bizə uzun müddət gəldi, bir xeyli müalicə olundu. O biri boruda da ki, tutqunluq vardı, yəni boru bağlılığı var idi, boru peritonal faktor. Həm bitişmə xəstəliyi, həm boru bağlılığı, həm də ki, durğunluq, varikoz genişlənmə. Bax, o xəstəni biz ancaq belə kompleks müalicə eləməklə, əsas zəli ilə bu günləri o xəstə artıq hamilə oldu və uşağı da dünya var. Yəni, çox orada demək olar ki, heç 5%, 10%, həm də yaş faktoru. Artıq 46 yaşda, ömründə hamilə olmayıb. Yaşlı birinci doğan qadın. Bax, o qadın bizdə hamilə oldu və uşaq dünyaya gəldi. Yəni, belə xəstələrimiz biz çoxlu saydadır. Ən çox ömür klinikasına müraciət edən xəstələr yaşı çox olan xəstələrdir ki, artıq onlarda uzun müddət sonsuzluq olub, bütün dünyanı gəziblər və bu günlər bizim unikal müalicələrimiz nəticəsində hamilə olanlar da var, olmayanların da səbəbi var. Onları da biz süni mayandırma şöbələrinə hazırlayıb göndəririk. Üzr istəyirəm, doktor, telefon zəngimiz var. Buyurun. Alo. Alo, salam xanım. Salam. Salam doktor əli. Buyurun. Ana bətnində uşağın doğulmasını yaradan səbəblər nədən ola bilər? Nə olar? Biraz zəhmət olmasa hündürdən danışın, ucadan danışın. Ana bətnində uşağın boğulma səbəbi nədən yarana bilər? Hə, hipoksiyası. Yəni, uşaq dünyaya gətirə bilmədiniz, ana bətnində dünyasını dəyişib? Bəli. Aha. Çox səbəb. Neçənci həftədə? Axırıncı aylarda. Axırıncı ay. Birinci hamiləlik idi? Birinci hamiləlik idi? İkisi də elə olub, həkim. İkisi də elə olubdur. Genetik bir faktor yoxdur, qohum nigah deyilsiniz. Xeyr. Neçə yaşınız var? 39. 39 yaşı. Neçə yaşında birinci hamiləliyiniz olub? 31 yaşında. 31 yaşında. İkinci 39 yaşında. Xeyr xanım, onun 4 il sonra. 4 il sonra. Keyseriyə kəsi ilə olmuşsunuz, yoxsa özünüz doğmusunuz? Xeyr, kəsərə ilə olub. İkisində. Yəni ölü döl doğulanda 39 həftədə artıq ölü dölüydü. Bəli. Siz qadın məsləhətxanasında dayanmışdınızmı növbəyə? Gedib gəlirdinizmi? Bəli, həkim məsləhətində olmuşam. Regular, yox, olmuşam, yox, regular olaraq. Yox, bütün yəni nəzarətdə olmuşam. Nəzarətiniz ciddi olub, yoxsa nə vaxt istəmişsiniz, getmişsiniz, patronaj xidməti? Ciddi, həkim nəzarətində ciddi olmuşam. Aha, yəqin bir... Onun səbəbini açıq
Aha, aydındır. Hamiləliyin başa çatmaması səbəbləri çox faktor Təşəkkürlər ola xanım. bilər. İnşallah 39 yaşı var, yenə də hamilə ola bilər. Yəni gec deyil, artıq ciddi yanaşmaq lazımdır. Əvvəla hamilə olmamışdan öncə problem bilinməlidir. Sonra qadına icazə verilməlidir ki, sən hamilə qalmalısan. Hamilə qalandan sonra da birinci gündən, ilk həftədən, erkən həftədən ta 37-ci həftəyə qədər, mən xanıma məsləhət görürəm, 37-ci həftəyə qədər hamiləliyin normal gedirsə, 37-ci həftədə artıq planlı surətdə keysəriyyə kəsiyinə getməlidir. Həm onun yaşı ona icazə vermir ki, o özü doğuşa getsin. Həm bir dəfə keyser olub, ümumiyyətcə deyirik. Həm də ki, erkən götürülməlidir ki, onun hamiləliyin sonuncu vaxtlarında artıq orada ana bətnində dölün inkişafı dayanır. Ona görə də səbəb çox ola bilər. Çox səbəblər var. Hipoksiyanı yaradan, orada bəlkə ürək qüsuru olub ana bətnində, bəlkə genetik faktor olub o nöqtə nəzərindən. Hər hansı hamiləliyin erkən dövründən baş verən hormonal tənzimlənmənin pozulması olub və yaxud da ki, qadının özündə ekstra genital xəstəliklər olubdur, arterial hipertoniya xəstəliyi ola bilər, böyrək patologiyası ola bilər, bunlar qalxanvari vəzin patologiyası ola bilər, digər neyroendokrin sistemin pozulması nəticəsində yaranan autoimmun proseslər. Yəni bunların hamısı deməli ana bətnində dölün ölməsinə gətirib çıxarda bilər. Aha, çox sağ olun, təşəkkürlər doktor. Sonda isə bugünkü geyimimə görə X-Lady mağazasına dərin təşəkkürlərimi bildirirəm. Bunu da nəzərinizə çatdırım ki, X-Lady mağazasında təkcə qadın geyimləri yox, həm də qadın aksesuarları, çantaları və ayaqqabıları mövcuddur. Fərqli düşüncəli xanımlar, fərqli geyinmək istəyən xanımlar buyurub X-Lady'yə gedə bilərlər. Təşəkkürlər X-Lady. Sağ olun, salamat qalın, öz sağlamlığınızın keşiyində durun.